Axşamdan inanırsınız heç nə yığışdırmadım. Bəli, elə günlər də olur ki, heç nə eləmirəm. Axşamları yatıram və elə bir mətbəxdə 4 insan yemək yerdi. Əslində yoldaşımla dünən dönər eləmişəm. Yəni ona çörəkdə, özümə isə bəhriz. Gəlin yığışdıraq buranı. Salamlar olsun kanalımın gözəl izləyicilərinə. Hər biriniz xoş gördüm. 4 günlük itmişəm. Çünki ev işləri doluydu, zamanım qalmamışdı vlogu hazır eləməyə. Siz necəsiz? Yeni həftəniz necə keçir? Vloglarımı bəyənirsinizsə like eləməyi unutmayın. Və çox insan məni abunə olmadan izləyir, hardasa 60%. Ona görə abunə olun, 10.000-ə tez çataq. Biraz gün çıxmışdı. Dedim biraz havalandırım. Bütün ne paduşkalar var. Hamısını çıxartdım. Gün çıxır, batır. Ama olsun. Bundan önceki vlogda demişdim ki, mətbəxdə yenilik istəyirəm. Bəzi izləyicilərim düz tapdı. Qaz plitəsi idi. Əslində qaz yox, elektrik plitə işlədirik biz, 2 gözlü. Amma artıq o 2 ədəd mənə çatmır. Baxmayaraq ki, məndə aerogrill var, multivarka, soba. Bir-iki yeməkləri istəyirəm bir vaxtda bişirim, əziyyət çəkməyim. Hələ axtarışdayam. Siz də bir yer tanıyırsınızsa yazın deylərdə, harda yaxşısını tapa bilərik. Ümidim, inanırsınız ki, Sədərəydədir. Bilmirəm, dəqiq orada var ya yoxdur. Gərək bir gün gedək ora, baxaq yoldaşımla. Məncə axtarsaq tapa bilərik. Əslində qab yuyan maşını da istəyirəm. O da pis deyildi ki, onu da alım. Amma mənim mətbəximdə gördüyünüz kimi o qədər də çox yer yoxdur. Az yerim var. Gördüyünüz kimi soba ilə multivarka oradadır. Sonra yucu maşındır. Bilmirəm hara yerləşdirim. Bəlkə fikriniz olar sizin də mənə. Səhər kofedən başladım. Cizvədə özüm üçün kofe hazır edirəm və belə bir səhər yeməyini hazırladım. Biraz yumurtanı çox tez çəkdim, amma ev yoxdur. Bir də Joker Baby Store'dan məhsullarımızı götürmüşük. Gəlin bir yerdə göstərimsə, artıq burada pampersini açmışam, çünki bitmişdi уже. Getdi götürdük. Gəlin bir yerdə göstərəcəm nələr götürdüm Ayninka üçün. 2 ədəd salfetlər. Deməli, ən təmiz tərkibli salfetlər bunlardır. Parfüm yoxdur tərkibində. Ayninkaya bunları rahatlıqca istifadə edirəm. Həm ağzını sinirəm. Heç bir allergik falan reaksiya vermir. Bir də bu Bübkin məhsullarından götürdük. Vaş gellər, deməli, bədən üçün geldi. Bir də şampun.
Bunlardan çoxlu götürdüm çünki istifadəsi rahatdır. Bir əllə məsəl üçün alini yuya bilərəm. Və burada iki birində həm duş gelidir, həm şampun. Ümumiyyətcə bu büpün məhsullarını alin doğulduqdan istifadə edirəm. Burada da yazılıb hətta 0+. Ona görə rahatlıqca istifadə edə bilərsiniz. Gündəmil kaşalarıdır. Sadə belə organik və belə brokoli ilə 6+. Bunlardakı 4 6+ toxdur. Frutaniyanya kaşaları 6+luq 5, bir də 4. Hamısını sevərək yeyir. Ona görə belə bunlardan götürürəm. Əlverişli olur tez bazar yeməyi hazırlamaq üçün. Və pürelər. Bir dənəsini yedim yolda. 2 dənəsini də yemişdim. Çox qəşəng, fərqli dadlarla pürelərdir burada. Birini də tapdım. Çünki gizlətmişdim. Belə arada bir çörə çıxanda bunlardan verirəm yolda. Bir də Frutanyanyanın piçenyaları. Belə balqabaqlıdır bu. Deyəsən almalı. Bu da gecə piçenyasıdır. Melisa inandım. Məsəl üçün gecə yatmamışdan öncə verə bilərsiniz bundan. Belə dedim sizlərlə də paylaşım. Aliviyaya getdim, özümə kraska aldım saç üçün. Sonda saçımın nə rəngdə oldu bölüşəcəm. Karamel rəngini götürdüm bu arada. Uşaqlı günlərim isə stabil keçir. Biraz yorğunam, amma işlərimizə davam edirəm. Təmizlikdir, yemək bişirməkdir, ev işləridir, həyat davam edir qızlar. Ona görə hər şey çatdırmaq istəyirəm. Alınmayanda əsəb oluram, amma yenə də qayıdıram analıq, yoldaşlıq rutinimə. Əslində gözəl bir istirahət lazımdır mənə. Hansısa bir rayona getmək, dincəlmək, heç bilmirəm, bəlkə ailində götürdüm. Bitiyə deməli göndərmişəm öz məhsullarımı ki, üzümdə belə bağlı komedonlar başladı yaranmağa. Bunun tərkibində maslışı var. Ona görə bu heç məsləhət görülmür mənim dərimə. Çünki bu poraları bağlayır. Yığışdıracağım. Görün mənə nə məsləhət görür. Tullamağa davam. Deməli belə SPF stick var idi məndə. SPF 50. Bunun teksturası çox ağırdır. Ona görə mənim dərimə uyğun deyil. Bunu da tullayıram. Yenisini alacağım. Görüm hansını məsləhət edəcəksə, artıq onun rutini ilə davam edəcəm. Çünki son zamanlar üzümdə başladım görməyə ki, bağlı komedonlar yaranıb. Bütün bu məhsulları istifadə eləmişəm. Ona görə bilmirəm hansındandır. Dedim hər birini tullayım. Bu gedir artıq tullantıya. Kimin dərisi məsəl üçün məsaməli deyilsə istifadə edə bilər. Amma mənim dərim məsaməli olduğuna görə bu gedir zibiliyə. Çox blogerlər məsəl üçün rekomendasiya edir ki, istifadə eləmək üçün, amma mən bundan heç bir təsir görmədim. Çünki bu əslində çox qəşəng nəmləndiricidir. Məsəl üçün soyuq havada sizin üzləriniz çox tez quruyursa, bu sizə kömək ola bilər. Mənim üzüm quru deyil, məndə kombi üzüdür, yəni T zonası var ki, o yağlanır və çox məsamələnib. Yəni bilmirəm, yəqin ki, bunları istifadə edəndir. Bu da gedir zibilliyə. Sonra Vichy. Görürsünüz burada da ki, SPF 50'dir, hətta bu kremdir. Amma bu da mənim üzümə uyğun deyil. Teksturası çox ağırdır. Ümumiyyətlə hansı ki SPF-lər 50-yə kimidir. Onlar çox ağır olurlar. Ona görə mən nəsə yüngül bir şey götürəcəm. Bu da çox qəşəng nəmləndiricidir, amma mənim üzüm üçün yox. Qalan məhsulları da vitamin C, bir də La Roche'un bu Effaclar seriyası hələ ki istifadə edirəm, amma deyəsən bunu da dəyişdirəcəm. Çünki heç nə dəyişilmir. Sadəcə mən bəlkə düz rutin qurmamışdım. İndi yenə yoxlayacağım. Bu təmizləyir, bu isə ləkələri aparır. Görək. Sinol serumları da göndərmişəm, dedi qalsın, ancaq axşam istifadəyə yararlıdır. Kimə nə maraqlıdırsa, hansı məhsul maraqlıdırsa yazın. Mən bir bunların hamısını açıqlamayayım. Çünki vlog çox uzun olacaq. Birazdan rutinimi göstərəcəm. Çünki yeni məhsullar da alacağım. Bilmirəm bunlar qalacaq ya yox, amma bunları hələ ki saxladım. Vichy'nin bu kremi dedi ki, bunu saxla, istifadə elə. Çünki bunun teksturası yüngüldür. Görək. Oturdum, araşdırdım. Deməli bu da dəri tipimə uyğun deyil. Çox necə deyim, quru eləyə bilər dərimi. Ona görə bunu 2 ya 3 dəfə həftədə gecə istifadə eləmək olar. Ona görə mən burada oturmuşam, özümə SPF axtarıram. Retinol falan, vitamin C, SPF-siz istifadə eləmək olmaz. Yenidən özüm üçün burada rutin qururam.
Və gərək özümə yeni bir gel alım. Görüm hansını alacağım, hansını məsləhət edir. Hər şey yazıram ki, yadımdan çıxmasın. Bir də düz əməlli bir üz baxımına başlayayım. Ağzıma gələni almayım. Orada görmüşəm, burada görmüşəm. Amma istəyirəm normal bir baxım məhsullarını götürüm. Bugünkü yeməyim də hardasa 430 kaloriyə yaxındır. Deməli, burada ağ kələmdir, bir dənə qaynadılmış buddur, toyuq, pomidor, salat, deməli, balqar bibəri, altda kartoşkadır, yuxarıda isə köklə kələmi götürdüm, biraz qovurdum, qəşəng soğanla, biraz yağla. Bu mənim abedimdir. Elə olur ki, abed, zavtrak, ujin eləyirəm. 2200 kaloriya hardasa qidalanıram. Hamısını ChatGPT yazır mənə neçə qram olmalıdır. Və birazdan özüm üçün, əslində mənim tərəzim var idi, mətbəx tərəzim. Amma ailin sağ olsun qırdım, yenisini almalıyam. Hava gözəldir, çıxdıq parka. Dəyərləndirək. Həmişə kimi Nərimanov parkında gəzirik. Bizi ən çox burada görə bilərsiniz. Ailin də nə əcəbsə əlini verib atasına. Aylin! Поднимайся, поднимайся. İdi begi к папе. Ha, sen hara? Кук. Здесь. Папу. Ой. Təzədir bu, Alinka. Осторожно, вставай. Ничего. Мы как это, и плохо мы ее снимаем. Ага, молодец. Стой. Поднимайся. Да, Лялю тоже возьми. Ляля сын gördü. Лялясын gezdirir. Ручками держись отсюда. Молодец. Geldi eve. Aylin çık unpacking eləmək istəyir. Gözləyim bir də ışığı yandırım. Hop. Nə almısan Aylin xanım? Göstər görək. Nə götürdük? Kofe. Belə şokolad aldım. Pobeda. Güya şəkərsizdir. Stevia var tərkibində. Ayrançık. Dolu dolu kesmik. En sevdiğim Herkules. Yoğurt. Yine kesmik. Gözde kızım. Özüme böyle batoncuk götürdüm. Kinder. Halin görmesin. Yumurta. Ve böyle sade şekersiz kofeler. Bir tane de şekersiz kofe. Bir de bal kabak. Kısaca bu yoldaşımın da su. Ha, bir tane de yoğurt var. Что там, бала? Открывай, открывай сама, открывай. Кто там? Открывай, открывай, давай. С пакета доставай. Упал он, возьми его. Кто там? Ух ты! Кто там? Кто это? Ой, кто это?
Bir də belə bir gil aldım yüz üçün. Mesameleri biraz sıkıştırmak için. Bir de böyle şirin bir mantık maskalar. Dedim ki kraskanı da özüm koyum özüme. Perçatkaları götürdüm qara rəngdə. Bu da kraskadır. Sağ olsun Aylin cırdı tökdüm. Ama sağ salamat qaldılar. Bu isə köhnə saç rəngim idi. Göstərirəm sizə və bu yenidir. Karamel rəngidir. Çox bəyəndim. Və sizcə bir dəyişiklik oldu ya yox? Burada da bir gözəl belə makyaj eləmişdim özümə. Deməli, salat edirəm burada. Önceden kartuşkanı qaynatmalısınız. Belə kup-kup doğruyorsunuz. Gönderdik bura. Sonra kırmızı soğan ve kırmızı şirin biber. Bura gedir. Ve qarğıdalı. Biraz qarğıdalı. Yarısını göndərirəm, yarısını saxlayacağım. Ve burada sos eləmişəm. Deməli bir dənə limondur, paprikadır, pul biber, nane, quru. Bir də bir xörək qaşığı zeytun yağı. Ve en sonda göyərti vurulur. Göyərtini də vurdum. Karıştırırsınız. Ve böyle kartuşka salatı alınır. Şimdi dadına baxıb deyəcəm sizə necəydi. Bir de duz deyə bilərsiniz. Mən duz çox az vurdum. Duz çatmasa yenə vurmaq olar. Senlik değil kızım, el vurma. Mesela Aylin'le nesi çekmeyi bir gece alışverişlerde bir de paraşok aldım. Bunu da Araz'dan aldım. Le Petit Marseillais vanilla kokusuydu. Çok güzel kokusu var. İstiyordum ki Aylin'le bir yerde çekeyim. O da sağ olsun imkan vermedi. Yeni böyle Şekeroğlu'dan menengiç kahvesini aldım. Geçen sefer dibek kahvesi götürmüştüm. Şimdi bundan götürdüm. En sevdiğim atıştırmalık. Ve hanım kızın aguşaları. İndi vermedim çünkü artık yuxuya getirdi. Ve böyle əlcəklər götürdüm. Hem saçımı kraskalamaq üçün, hem mətbəxdə iş görmək üçün. Bir də porçöz bundan götürdüm mətbəx üçün. Greyfrut kokoslu, greyfrut aromalıdır. Görək necə təmizləyəcək. Sizlərlə də paylaşacağım. Bir də bayaq bunu göstərmədim. Bulumdan ləkə çıxaran ağardıcı vasitə. Yoldaşımın köynələrini yumaq üçün. Bayaq Aylin imkan vermədi, apardı. Verdim o yoldaşımı ki yatırsın. Mən də gedirəm, indi qalan qabları yuyum və gedib yatacağım.